Allah Resulü sallallahu aleyhi və alihi və səlləmin vəfatından sonra ixtilaf meydana gəldi. Kimlər möminlərin əmrinə iman gətirdilər və kimlər səqifədəkilərin yanında qalmaq istədilər? Çoxları səqifədəkilərin yanında qaldılar. Dinləyicilərə diqqət yetirmək istəyirəm ki, İmam Əli əleyhissalam nə üçün sustu? Çünki çoxları möminlərin əmrinin susmasını dindiyə qədər anlamırlar. Bəziləri belə etiqad edirlər ki, əgər onun yanında 40 nəfər olsaydı, qiyam edərdi. Bu da mənim fikrimcə doğru deyildir. Doğru deyildir, çünki möminlərin əmrinin ona kömək etməyə 40 nəfər tapa bilməməsi ağlasığmazdır. Bu bir tərəfdən. Lakin möminlərin əmri əleyhissalam istəmirdi ki, cəmaatı hökmlərində qəsb etsin. Xeyr, Muhammed sallallahu aleyhi və alihi və səlləm Allahın rəsuludur. Allah onu göndərmiş və seçmişdir. Onu aləmlərə rəhmət olaraq göndərmişdir. O, peyğəmbər və rəsuldur. Lakin ona dedi ki, zor tətbiq etmə. Kim sənə iman gətirərsə gətirsin, gətirməyən də gətirməsin. İnsanların anladığı dillə desək, kim istərsə iman gətirsin, kim də istərsə küfr etsin. Ey Peyğəmbər, məgər sən insanları iman gətirməyə məcbur edəcəksən? Onları iman gətirməyə məcbur edə bilməzsən. Subhanallah, bu necə də əzəmətlidir. Qurani Kərimin hökmləri necə də əzəmətlidir. Əli də bu mövqedən çıxış etmişdir. Əli demişdir ki, mənə beyət etmədilərsə, onları buna məcbur etmərəm. Əgər beyət etsəydilər, qəbul edərdim. Məsuliyyətə mültəzim olardım və təhəmmül edərdim. Madam ki, başqasına beyət etdilər, onları məcbur etmərəm. Buna görə də Osman öldürüldükdən sonra cəmaat onu xilafə seçmək üçün dəstə-dəstə yanına gəldilər. Hətta o dedi ki, hərə öz yerində dayansın. Hətta insan sıxlığından onun yaxası belə cırıldı. Hətta Həzrət Həsən və Hüseyin ayaq altında qaldılar. Lakin o buna baxmayaraq, onların beyətini rədd edərək, beyyətinizi qəbul etməyəcəm. O vaxta qədər ki, Allah Rəsulunun Qədir-Xumda dediklərinə şəhadət verəsiniz, dedi. Bu zaman 30 sahabə irəli keçdilər. Onlardan 13-ü Bədirdə savaşanlar idilər. Hansılar ki, İslam bayrağı uğrunda ilk savaşanlardan idilər. Beləliklə də onun lehinə şəhadət verdilər ki, həqiqətən də Allah Rəsulu, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır, demişdir. Bu zaman o onların beyyətini qəbul etdi. Bununla yanaşı, Abdullah ibn Ömər beyyət etmədi. Yəni, beyyət etmək istəmədi. Abdullah ibn Ömərə tabi olanların çoxu beyyət etmədilər. Möminlərin əmri isə onları buna məcbur etmədi. Hətta bəzi səhabələr, məsələn Təva və Zübeyir, onu beyyətə məcbur edin, dedilər. O isə xeyr, onu mənə beyyət etməyə məcbur etə bilmərəm, dedi. Qərara gəldilər ki, ümrə ziyarətinə getsinlər. O isə dedi ki, Allaha and olsun ki, nə ümrə ziyarətinə getmək istəyirlər, nə də ki səfərə. Buna baxmayaraq onu tərk etdi. Ona dedilər ki, ey möminlərin əmri, qoyun sənə bir kəfil gətirsin. O da dedi ki, onun kəfili mənəm. Bugün hansı bir insan möminlərin əmrinin bu düşüncəsinə, azadlığına və demokratiyasına əməl edir? Gör bu insan necə də əzəmətlidir. Cəmaat məni istəmirsə evimdə oturaram. Cəmaatı məcbur etmərəm və beyyət etsin deyə onlarla savaşmaram. Bunu hətta şiyələr belə anlamamışdır. Əhl-i-Sünnənin çoxu da bunu anlamamışdır. Düşünürlər ki, imamda belə bir şücaət və güc olduğu halda nə üçün xilafət barəsində sustu? Bu da dəlalət edir ki, onu kimsə təyin etməyib. Xeyr, o təyin edilmişdir. Necə ki, Allah Teala özünün izzətli kitabında buyurur ki, peyğəmbərlər və rəsullar göndərdim, lakin onları qəbul etmədilər. Bağışlayan və mehriban Allahın adıyla. Bəs nə üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təqzib edir, bir dəstəni isə öldürürdünüz? Bəqərə surəsi 87. Peyğəmbərləri təqzib edib onlara tabi olmadılar, hətta onları öldürdülər. Allah da buna tamaşa edir. Hər şey onun gözlərinin önündədir, lakin onları müdafiə etmir. İnsanları öz azadlıqlarında buraxır ki, qiyamət günü onları mühakimə etsin. İnsanlar belə anlayır ki, Əli ibn Əbi Talib öz haqqı barəsində sustu. Xeyr, o öz haqqı barəsində susmadı. Əksinə, onlara bütün dəlilləri və bütün deyilənləri gətirdi. Hətta onların öz höccətləri onlara qarşı dəlil gətirdi. Necə ki, o buyurmuşdur ki, ənsarlara dəlil gətirdiklərini onların özlərinə dəlil gətirdim. Məyər onlara demədiniz ki, Allah Rəsuluna ən yaxın olan kəs xəlifə olmalıdır. Budur, ona ən yaxın olan mənəm. Şuraya dəlil gətirdiniz, mən isə o şurada yox idim. Siz cənablara demək istəyirəm ki, həqiqətən də Əmir əl-Möminin əleyhissalam iki höccəti bir araya gətirdi. Hədis höccəti, hansı ki onu digər hədislər vasitəsilə dəlil gətirilmişdir. Həmçinin mühacirlərin ənsarlara gətirdiyi höccəti də dəlil gətirdi. Belə ki, onlar ənsarlardan xilafəti, biz Allah Rəsuluna daha yaxınıq, onun əşrəti, ailəsi, qohumuyuq deyə qopardılar. O da Əbu Bəkirə dedi ki, əgər qohumluğu onlara dəlil gətirdinizsə, başqası Peyğəmbərə səndən daha yaxındır. Bununla özünü nəzərdə tutdu. Yəni o Əbu Bəkirdən, Ömərdən və Qureyşin hamısından ona daha yaxın qohumdur. Çünki onun əmsi oğludur. Peyğəmbərin yanında tərbiyə alıb. Onun qızının ərlidir. 2 nəvəsi
nəvəsinin atasıdır və digər xüsusiyyətlər. Həmçinin ona dedi ki, əgər onları işlərinə şura vasitəsilə hakim olmusansa, o zaman hanı o şuranın üzvləri? Hanı o şura? Əgər həqiqətən də bu şuradırsa, o zaman ən azından Əhl-i Beytdən bir nəfər olmalı idi və ya Əli ibn Əbi Talibin özü olmalı idi. Lakin müsibət orasındadır ki, həmin vaxt Əli ibn Əbi Talib Peyğəmbərin dəfninə hazırlıq görür, ona qüsül verib kəfənləyirdi. Cəmaat isə Bəni Səqifədə aralarından birini xəlifə seçməklə məşğul idilər. Əsas fərq də elə budur. Həmçinin o haqqı tələb etməkdə susmaqla, qiyamətə qədər onlara və bütün müsəlmanlara dəlil gətirməkdə susmamağı bir araya gətirmişdir. Belə ki, onlar axtarış etdiklərində biləcəklər ki, həqiqətən də Allah Rəsulu tərəfindən ondan sonra xəlifə təyin edilmişdir. Beləliklə də onlara bütün deyilənləri təqdim etmişdir, hansı ki, Əhl-i Sünnə və Şiə kitablarında mövcuddur.